Avrupa Birliği işlərə özümüzə maşın alırıq. Bölüm 22. Bu bölüm sizə danışmaq istədiyim mövzu tənbəllik haqqında olacaq. Həftənin birinci gündür. İşə doğru gelirik və dediyim kimi tənbəllik. Bəzən sizdə də olar, hiss edirsiniz ki, adam işə doğru gedəndə, işə doğru heç gedəndə yox. Yəni, elə bir gün gəlir, məsəl üçün yuxudan durarsan, deyərsən ki, yox, bugün işləmək istəmirəm, amma məcburi formada işə gedərsən. Yəni, bu hallarda çalışmaq lazımdır ki, yəni, bir təhər, onsuz da sən ki gelirsən. Sadəcə elə eləyəsən ki, özünə bir maraq qatasan, həmişə bir maraq qatasan və yaxud da, nə bilim, həmişə deyirəm, hədəfləri yadına salasan və o işə getməkdə bir həvəsin olsun. Yəni, mən bu taktikadan istifadə edirəm. Sizə də məsləhət görürəm ki, belə eləyəsiniz. Bu bölümdən də bu qədər. Özünüzdən müğayət ən qısa zamanda görüşərik. Hələlik.